İndi 44 və 45 tipli məsələlərə baxaq. Deyir ki, iki cismin hərəkət tənliyi x1 bərabərdir 5 çıxaq 2t, x2 bərabərdir 2t çıxaq 5-dir. Onları nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Biz görüşmə məsələlərində əgər ki, koordinatın zamandan asılılıq tənlikləri verilibsə, hansı ki, bu koordinatları bir-birinə bərabər götürürük. Yəni 5 çıxaq 2t-ni 2t çıxaq 5-ə bərabər götürürəm. O da nəyə görə? İndi baxın, görürsünüz, birinci cismin hərəkəti necə hərəkətdir? Düzxətli bərabər sürətli hərəkətdir. İndi baxıram ki, düzxətli bərabər sürətli hərəkətdə koordinatın zamandan asılılıq tənliyi x bərabərdir x0 üstə gələk vt-dir. T-nin yanındakı rəqəm, deməli onda nəyi verəcək mənə? V-ni verəcək. Baxın, T-nin yanındakı rəqəm mənfi 2-dir, digərində isə müsbət 2-dir. Mənfi olanda deməli cisim x oxun əksinə hərəkət edir. Müsbət olanda x ox istiqamətində hərəkət edir. İndi təsəvvürünüzə gətirin, 2 dənə avtomobilim var. Bunlardan biri x ox istiqamətində getsin, digəri də nə etsin? X oxunun əksinə getsin. Hər birinin özünə məxsus müəyyən bir başlanğıc koordinatı var, x0-ları var. Müəyyən zaman keçəndən sonra ikisi də hərəkət eləyir, gəlirlər, tutaq ki, bu koordinatda, yəni burada görüşürlər. Və onda onlar nə edirlər? İkisi də eyni bir koordinatda, müəyyən bir x koordinatında görüşürlər. Gördünüz, ikisinin də son koordinatı nə oldu? Eyni oldu. Ona görə biz baxın bu koordinatları, yəni bu tənlikləri bir-birinə bərabər götürürük. 5 çıxaq 2t bərabər eləyirəm 2t çıxaq 5-ə. T'ləri bir tərəfə keçirirəm. 4t bərabər olur 10-a. T də bərabər olmuş olur 2,5-ə. Eyni ilə bu məsələdə də 5 çıxaq 3t bərabər olacaq 4t çıxaq 9-a. T'ləri bir tərəfə keçirəndən sonra 7t bərabər olur 7t bərabər olur 14-ə. T də bərabər olur 2-yə. Bu qədər sadə.